Deməli bizi Moskvaya keçmək üçün Tamojnada Jukov-Skaya havalimanında saxlayıblar. Sosial şəbəkələrdə bir neçə Azərbaycan vətəndaşının Rusiyanın Jukov-Ski hava limanında saxlanıldığına dair görüntülər yayılıb. 3 Azərbaycan vətəndaşı Jukov-Ski hava limanında heç bir əsas gətirilmədən bağlı qapılar arxasında kamera nəzarəti altında saxlanılır. Onlar 3 gündür ki, ac susuz saxlanıldıqlarını iddia edirlər və Azərbaycan rəhbərliyindən yardım istəyirlər. Azərbaycanlı mən daxil olmaqla 3 nəfər Azərbaycanlı var. Gördüyünüz bu şəraitsiz yerdə bizi ac, susuz saxlayırlar. Azərbaycanın Rusiyadakı səfirliyindən bildirildi ki, məsələ səfirliyin nəzarətindədir və hazırda konsulluğun əməkdaşları bu məsələnin həlli ilə məşğuldular. Səfirlikdən o da bildirilib ki, Azərbaycan vətəndaşları Rusiya Federasiyasına gəlməmişdən 72 saat öncə müvafiq proqramda qeydiyyatdan keçib icazə almalıdırlar. Lakin təəssüflər olsun ki, vətəndaşlarımız buna əməl etmirlər. Ona görə də bu problemlərlə qarşılaşırlar. Həmçinin hava limanında saxlanılanların ən gecə bir həftəyə ölkəyə qaytarılacağı da qeyd olunub. 4 gün öncə Rusiyada saxlanılan Azərbaycan vətəndaşlarından biri də Nahid Əliyevdir. O deyir ki, Rusiya son səfərində polis tərəfindən ciddi təzyiqlərə məruz qalıb və səbəbsiz yerə Rusiyadan deportasiya olunub. Mən Moskva şəhərində yaşayıram, oraya gedirdim. Sənədlər tam qaydasında hamısını yoxlatdırdım da. Telefonda da var, orada sistemdə yoxladılar ki, heç bir problem yoxdur. Polislərdən biri girdi telefonun şəxsi başqa səhifələrə. Müsahibim deyir ki, Rus polislər onun telefonuna icazəsiz daxil olaraq izlədiyi səhifələrə baxıblar. Türkiyəyə aid səhifələri izlədiyini gördükdə isə ona niyə izləyirsən sualını veriblər. Telefonunu geri istəyəndə isə onu zirzəmiyə salıblar. Deyirəm, mənə icazəsiz nə çəkirsə, mən bunu görmək istəyirəm, bilmək istəyirəm, siz nəyi çəkmək istəyirsiniz. Adam eləmədi, mən bunu əlindən almaq istədim telefonu. Telefonu əlindən almaq istəyəndə bu adam məni, dedim sizə, aşağı podvala yendirdi. Orada bu polisdən əlavə 2 dənəsi var idi. Kameradan kənarda başladı telefondan eləməyə. Nəsə yazıb şəkil çəkməyə. Soruşursan, səbəb nədir? Heç bir səbəb demirlər. Nəyə görə mən buradayam? Heç bir səbəb demirlər. Nahid Əliyev bir gün nəzarətdə qaldıqdan sonra təyyarə ilə Bakıya qaydanda öyrənib ki, Rusiyadan 50 illik deportasiya olunub. Deyir ki, o tək deyil. Onunla yanaşı Rusiyaya daxil olmağa çalışan bir çox azərbaycanlı səbəbsiz yerə təzyiqlərə məruz qalır və ölkəyə girişinə qadağa qoyulur. Qeyd edək ki, Azərbaycanla Rusiya arasında münasibətlər gərginləşdikdən sonra Rusiyada Azərbaycan vətəndaşlarına qarşı əvvəllər heç vaxt sərgilənməyən münasibət sərgilənir. Şəbnəm Qurbansoy, Ramil İbrahimov, Xəzər xəbər.